Salam əziz izləyicilər, Çağdaş Azərbaycan Gənci verilişində bu dəfə sizi innovativ düşüncənin və yeni ideyaların formalaşdığı bir mühit aparırıq. Naxçıvan Dövlət Universitetində keçirilən Startup School Naxçıvan layihəsi gənclərə öz ideyalarını reallaşdırmaq üçün geniş imkanlar yaradır. Proqram çərçivəsində müxtəlif sahələri əhatə edən layihələr təqdim olunub, iştirakçılar həm təlim, həm də mentorluq dəstəyi ilə biliklərini inkişaf etdiriblər. Mən Turqay Məhərramov, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əməkdaşı. İllik plana əsasən Naxçıvan Dövlət Universiteti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə əməli göstərərək startup layihələrində iştirak etmiş və hal-hazırda da bu startupların genişləndirilməsi və inkişafı istiqamətində Nazirimiz tərəfindən müəyyən dəstək göstərilir. Təbii ki, bu Naxçıvan Dövlət Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində aparılır. Hazırda bu proseslər müəyyən pilot layihələrlə də başlanılıb və hazırda hazırlıq prosesləri baş verir. Tələbələrimizin bu sahədə təşəbbüsünü çox müsbət qiymətləndiririk və hesab edirəm ki, gənclərimizin bu kimi istiqamətlərdə davam etməsi, müəyyən startuplarda həm təqdimat baxımından, həm də onların arxa fonda hazırlıq prosesindən çox müsbət qiymətləndiririk və düşünürəm ki, bu tip tələbələrimizə hər zaman olduğu kimi Naxçıvan Dövlət Universiteti və aidiyyatı qurumlar tərəfindən müəyyən töhfələr verilir. Hazırda da bizim nazirlik tərəfindən də bu tip töhfə və dəstək qismində müəyyən köməklik göstərilir. Ümid edirəm ki, bundan sonra da bu tipli startuplar daha genişləndirilmiş, daha uyğun ekosistem çərçivəsində aparılacaqdır. Layihələrə bağlı ümumi təəssüratlarımız çox yaxşıdır. Burada bir çox sayda layihələr təqdim olundu. Bunlardan bəzilərini istərdim sizlərlə bölüşəm. Bunlardan ən yaxşıları bizim fikrimizdə orada təqdim olunan apteklərin, həmçində səhiyyə sistemini avtomatlaşdırmaq üçün verilən startup layihəsidir. Bu layihə vasitəsilə həm əczaçılar, həm xəstələr, həm xəstəxanalar, həmçində həkimlər hamısı bir-birlə qarşılıqlı əlaqələndirilirdi. Burada bütün sistemini avtomatlaşdırır, həmçinin də xəstələrə reseptin yazılması, xəstəxanaların və yaxud da ki, həkimlərlə görüşlər, əczaçıların bu reseptlərə əsasən məlumatların, dərmanların verilməsi və s. bunların hər biri daha da asanlaşdırılır. Digər isə ağıllı kənd sistemləridir. Burada fermerlər üçün nəzərdə tutulmuş bir sistem idi ki, burada həmçinin yer sahələrinin şumlanması, suvarılması, toxumların əkilməsi bu sistemlərin hamısı müəyyən bir sistemdə avtomatlaşdırılır. Digər layihələr isə xüsusən də bəzən yerli əhalinin də çətinlik çəkdiyi, yəni bir sahə üçün ixtisaslaşdırılmış ustaların tapılması ilə bağlı idi. Bu layihədə əsas məqsəd ondan ibarət idi ki, müəyyən kateqoriyada, məsələn, bərbərlər olsun, ev ustaları olsun, hər hansı bir sahədə olan ustalar hamısı müəyyən bir platformada yığılır. Bu platforma vasitəsilə istənilən vaxt istifadəçi həmin platformaya daxil olaraq öz istəklərinə uyğun olaraq usta çağırıb sifariş verə bilirdi. Mən Ağabey Məmməzadə, Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik Fakültəsinin 2-ci kurs tələbəsiyəm. Biz komandamızla birlikdə Naxçıvanda 2025-ci ilin yanvar ayının sonlarında bir hakatona qoşulduq və biz bu hakatonun qalibi olaraq 3000 manat investisiya qazandıq. Və bu investisiyadan sonra inkubasiya təlimlərinə seçildik. Bu təlimlərdə bir neçə professional mentorlar sayəsində dərslər aldıq və bu dərslər sayəsində, mentorlar sayəsində layihəmizin zəif yerlərini görüb daha da təkmilləşdirməyə başladıq. Artıq biz qrant finala seçildik inkubasiya mərhələlərindən sonra. Qrant finalın qalibi olaraq 12500 manat investisiya qazandıq və Türkiyənin startup ekosistemi ilə tanış olmaq şansı qazanıb Türkiyəyə yollandıq. Mən Elcan Baxşəliyev, Naxçıvan Dövlət Universiteti Kompüter Mühəndisliyi 2-ci kurs tələbəsiyəm və komandamla birlikdə Randevu adlı aplikasiyonu yaratmışıq. Hansı ki, Randevu sayəsində insanlar, xidmət sektorundakı ustalar, bu ustalar bərbər, gözəllik salonları və digər sektorlar ola bilər. Həmin ustaların rezervasiyasını daha çatan edir, həmçinin də ustalar bu aplikasiya sayəsində işlərini daha asan idarə edə bilirlər. Aplikasiyanın içərisində rating, ustalara yazılmış rəylər, ustalar hansı xidmətləri göstərir, həmin xidmətə nə qədər vaxt çəkir, qiymətləri nə qədərdir və s. kimi görüb tanış ola bilirlər. Həmçinin də ustanın nə qədər
uzaq məsafədə yerləşdiyini öyrənə bilirlər. Komandamız 4 nəfərdən ibarətdir, hansı ki, mən həm komanda rəhbəri, həm də front-end sahəsində fəaliyyət göstərirəm. Ondan əlavə olaraq back-endçimiz, maliyyə və UI UX dizaynerimiz də mövcuddur. Mən Dilsuz Zeynallı, kompüter mühəndisliyi 4-cü kurs ixtisasında təhsil alıram. Bu yaxınlarda patentini aldığımız 2 layihə haqqında məlumat vermək istəyirəm. O In8 layihəsi, həmçinin Enneagram layihəsi. Hər iki layihə müxtəlif funksiyalar daşıyır. O In8 layihəsi haqqında danışmaq istəyirəm ki, danışma qüsurlu insanların danışmasına kömək edən texnoloji bir sistemdir. İlk dəfə Naxçıvan Dövlət Universitetində belə bir həll yoluna, yəni imza atmağa çalışdıq və layihəmizi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə göndərdik. Münsif heyətin baxışından keçdikdən sonra həqiqətən yəni ilk olduğu qərarına gəlildi və layihənin patenti Naxçıvan Dövlət Universiteti və Dilsuz Zeynallı adına verildi. Bu yaxınlarda da Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən layihələrə baxış keçirildi və orada bizə göstərilən təkliflər, iradlar, mən düşünürəm ki, bizim layihələrin gələcək inkişafı açımından çox yaxşıdır. Mən Səidə Əliyeva, Naxçıvan Dövlət Universiteti Kompüter Mühəndisliyi tədrisinci ilində Macarıstanın John von Neumann Universiteti ilə bağlanmış 2 il diplom proqramı ixtisasının 1-ci kurs tələbəsiyəm. Hal-hazırda mən sizə bu ixtisası nə üçün seçdiyimdən danışmaq istəyərəm ki, ixtisasım bildiyiniz kimi kompüter mühəndisliyidir və universitetdən öncə 2022-ci illərdə Bakıda ilk dəfə keçirilən Teknofestdə iştirak etmişəm. Hətta biz orada yer belə tutmuşuq və bundan sonra həmin vaxta qədər bu sahəyə marağım yox idi. Lakin ondan sonra orada yer tutmağımız və bu sahədə özümü irəlidə gördüyümü düşündüyüm üçün sırf bu yönümlə hazırlaşdım və bu il Naxçıvan Dövlət Universitetinə qəbul oldum. Naxçıvan Dövlət Universitetində olduğum müddətcə müəyyən hakatonlara, ideatonlara qoşuldum və burada müəyyən hakatonlar oldu ki, bu hakatonlarda iştirak etdik, müəyyən yerlər də tutmuşuq və sizə hətta bundan əlavə Bakıda keçirilən hakatonlarda belə iştirak etmişik, orada da yerlər tutmuşuq. Təqdim olunan layihələr sırasında fərqli istiqamətləri əhatə edən ideyalar yer alır. Gənclər öz layihələrini hazırlayarkən bazar tələblərini araşdırır, innovativ yanaşmalar tətbiq edir və real problemlərin həll yollarını axtarırlar. Mən artıq bir neçə ildir ki, startup sahəsində araşdırmalar aparırlar. Sadəcə bu layihələri həyata keçirmək üçün mən düşünürdüm ki, biraz bazar araşdırması ehtiyacdır. Yəni 2 patent 4 il müddətində məncə normal bir müddətdir ki, artıq araşdırma aparıldı. Həqiqətən belə layihələrə ehtiyacı olduğu qərarına gəlindi və həyata keçirildi. Hətta vurğulamaq istəyirəm ki, hal-hazırda danışdığım layihəmizdə Rabitə və Nəqliyyat Nazirimiz də gəlmişdi ki, xüsusilə diqqətini çox cəlb etmişdi və layihəmiz nəticədə 1-ci yerə layiq göründü. Hətta bunun sayəsində biz 1-ci yer tutan tələbələrimiz Ağbulaqda keçiriləcək hakatonumuzun digər mərhələsində iştirak edəcəkdir və biz orada iştirak etmək üçün haqq qazandıq. Düşünürəm ki, bu layihələrin çıxarda bilməyimizdə əsas mühüm rol bizə kömək olan, dəstək olan universitetimizdir. Hansı ki, innovasiya mərkəzi və təşkilatçılarımızdır ki, onlar sayəsində biz özümüzü inkişaf etdirə bilirik. Hətta bugünkü keçirilən startup təliminin də sırf məqsədlərindən biri də o idi ki, xüsusilə seçilmiş tələbələr burada iştirak edirdi. Hansı ki, bu təlimlər vasitəsilə biz özümüzü daha da inkişaf etdirir. Hətta etdiyimiz layihələri startupa keçirib, gələcəkdə investisiya vasitəsilə onları həyata keçirməyi belə düşünürük. Bu sahəyə uşaqlığımdan marağım var, hətta məktəb illərimdən və universitetə daxil olmağım da bu sahəyə marağımı daha da artırdı. Hətta universitetin ilk illərində öz komandamı qurmağa bir şərait yaratdı. Tək bu layihə ilə deyil, proqramlaşdırma sektorunda bizim oyun layihələrimiz olubdu və yerlər qazanmışıq Naxçıvan Dövlət Universitetində keçirilən təlimlərdə yaxud yarışlarda. Əlavə olaraq xüsusi cihazlar düzəltmişik, hansı ki, hal-hazırda da patentini aldığımız NFC əsaslı davamiyyət sistemin bir layihəmiz var idi, adlı bir layihəmiz var idi. Mənim innovasiya sahəsinə uşaqlıqdan marağım var. Yəni uşaq vaxtlarımı boş keçirməmişəm. Kompüter arxasında yeni informasiyaları öyrənərək keçirmişəm və bir neçə hakatonlarda iştirak edib, bir neçə uğurlar
uğurlara imza atmışam. Bu hakatonlarda bir neçə qalibiyyətlər əldə etdikdən sonra axırda ən uğurlu layihəmiz SpecTef layihəmiz oldu. Biz bu SpecTef'in satışlarını artırmağa davam edirik. SpecTef'in ən uğurlu olmasının səbəbi artıq 58 satış etməyidir və biz artıq SpecTef'i qlobal bazara da çıxarıb Gürcüstanda və Özbəkistanda satışlarımızı etmişik. İsa Qasımovun da sayəsində layihələrimizin zəif nöqtələrini daha yaxşı görməyi bacardıq. İkinci layihəm isə Enneqram layihəsi, psixoloji dəstək xidməti. Günümüzdə psixoloqlara baxdıqda və Azərbaycan Respublikasında psixoloqa gedən insanların statistikasına baxdıqda həqiqətən bu göstərici çox böyükdür və burada dönəm maliyyələri, seans başı olan xərcləri hesabladıqda həqiqətən bu sahədə də innovativ bir həll düşündük. Buna görə Enneqram layihəsini həyata keçirdik. Bu layihəmizi də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə göndərdik. Buna da münsif baxışından sonra həqiqətən patent şəhadətnaməsi göndərdilər. Bu da patentini aldığım ikinci layihədir. Naxçıvanda İnnovasiya Mərkəzində keçirilən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşısında çıxış edən 10 startaplardan biri də bizim startapımız idi. Biz bu nazirliyə startapımızı təqdim etdikdən sonra bizə bir neçə maraqlı suallar gəldi və sual-cavab hissəsinə keçdik. Sual-cavab hissəsi də yekunlaşdı və hal-hazırda Professor İsa Qasımov biz gənclərə startap nədir, startaplar haqqında məlumatlar verir. Proqram çərçivəsində layihələr müvafiq qurumlar tərəfindən dəyərləndirilib. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri tərəfindən aparılan qiymətləndirmə prosesi ideyaların inkişaf perspektivlərini müəyyənləşdirib və seçilən layihələrin daha da təkmilləşdirilməsinə şərait yaradıb. Bir çox layihələrlə tanış olduq. Misal üçün orada Smart City layihəsi haqqında deyə bilərəm. Hazırda bir sıra şəhərlərdə artıq biz ağıllı şəhər layihəsinə uyğun olaraq fəaliyyətlər göstəririk. Amma gənclərimiz bu tip layihələrin daha da genişləndirilməsi və hazırda müasir texnologiyanı da qiymətləndirərək yeni növ təkliflər vermişlər və düşünürük ki, bu kimi təkliflər hazırda bizim ağıllı şəhər layihəsini daha da qüvvətləndirəcəkdir. Eyni zamanda digər layihələr də var idi, hansı ki, süni intellektin psixoloq kimi müəyyən məsələlərə müdaxilə etməsi. Çünki tərbiyələrimizdə qeyd etdiyi kimi bir sıra məsələlərdə insanlar psixoloqla görüşə bilmir, öz məhrəm məlumatlarını paylaşmaq istəmir. Bu problemin aradan qaldırılması təklif olaraq təbələrimiz süni intellekt vasitəsilə Hindistan Universitetinin araşdırmalarının nəticəsini süni intellektin databazasına yerləşdirərək müəyyən insanın tanınması, problemlərinin aşkar edilməsi, onların aradan qaldırılması istiqamətində müəyyən töhfələr verilir. Digər bir layihəsi ağıllı şəhərlər, ağıllı şəhər layihəsidir ki, o ağıllı şəhər layihəsində də belə deyim, mövcud olan hal-hazırdakı şəhərlərin, kəndlərin avtomatlaşdırılması, daha da ağıllı sistemlərə keçid olması əsas yer tuturdu. Mövcud olan digər layihələr isə, layihədən biri isə ağıllı psixoloq, yəni süni intellekt dəstəkli psixoloq layihəsidir ki, bu layihədə hər kəsə, yəni vətəndaşlar, digər şəxslərə süni intellektdən istifadə edib psixoloq xidmətləri təklif olunurdu. Digər isə bu metro stansiyalarına bağlı, xüsusən də Bakı arasında yaratılan metro stansiyalara bağlı həm tıxacların azaldılması, həmçində burada reyslərin daha da operativləşdirilməsi, metro yerlərində hava axının optimallaşdırılması, həmçində digər burada mövcud olan texnologiyanın da avtomatlaşdırılması ilə bağlı layihələr idi. Sizə ən son hazırladığımız layihə haqqında danışmaq istəyirəm ki, 2 ya 3 gün öncə keçirilən bir hakaton var idi. Hansı ki, bu hakaton Smart City haqqında idi və bizim də əsas hazırlamalı olduğumuz layihə bu haqqdaydı. Smart City daxilində ağıllı şəhər layihəsi, yəni Smart Trafiki etmişdik. Bir neçə mərhələdən ibarətdir. Təbii ki də bu layihədə sadəcə özüm deyil, komanda şəklində 5 nəfər hazırlamışdıq. Lakin komandanın layihə rəhbəri mən idim. İlk öncə ideyaları qurmuş və sonradan prototip hazırlamış. Daha sonra isə nazir və bir neçə mütəxəssis tərəfindən
layihəni nümayiş etdirmişik. Hətta bizim layihəmiz yer də tutmuşdur, birinci yerə layiq görünmüşdü. Bundan sonra isə Ağbulaqda keçiriləcək hakatonda iştirak etmək haqqı qazanmışıq. Layihəmizin əsas məqsədi dediyim kimi Smart Traffic layihəsi idi. İlkin ən üstün hissələrimizdən biri Smart Bus Stop idi. Hansı ki, əsas funksiyalarımız bilirik ki, son günlərdə ən böyük problemlərimizdən biri enerji itkisi idi və biz günəş panelləri qoymuşduq, yerləşdirmişdik dayanacağın üzərinə. Hansı ki, bu panellərdən toplanan enerji vasitəsilə düşünürük ki, dayanacağımızda müəyyən təchizatlar yerləşdirilsin. Hansı ki, smart kamera olsun və yaxud enerji yığmaq üçün hissələrimiz olacaq ki, bunları da günəşdən gələn enerji vasitəsilə bateriyalarda toplanacaq və o enerji vasitəsilə təmin edəcəkdir. Bizim bu SpecTef-imizin ən uğurlu olmasının səbəbi artıq 58 satış etməyimizdir. Bizim layihəmiz olan SpecTef eşitmə qüsuru olan insanların gündəlik həyatını asanlaşdırmaq üçün bu başlıca problemi həll edir. Biz ağıllı cihaz yaratmışıq. Bu ağıllı cihazlar bütün eynəklərə taxılıb çıxarıla bilir və bu cihaz sayəsində eşitmə qüsuru olan insan qarşısındakı insanın danışıqlarını eşitməsə belə eynəyin qarşısında bir mətn formasında oxuya bilir. Bu cihazın AI köməkçi dəstəyi, gecə-gündüz funksiyası, çoxdilli tərcümə funksiyası və təhlükəli anlarda vibrasiya verən bir sistemi vardır. Layihəmiz bir neçə yerlərdə təqdim olunubdur. Hətta Naxçıvan Dövlət Universitetində göstərilən sərgidə 10 startap içərisində idi. Təqdimətdən sonra münsifləri özünüzlə də və komanda yoldaşlarımla müxtəlif suallar verdi, maraqlı suallar var idi. Bizim layihəmiz nəticə olaraq yaxşı qarşılandı və belə startap layihələrinin, təlimlərinin keçirilməsində yaxşı bir nəticədə rol oynayır. May ayı üçün ümumi nəzərdə tutulur ki, həmin bu startaplara müsabiqələr təşkil edilsin və bunların nəticəsi olaraq müsabiqələrdən sonra müəyyən layihələrin təsdiqlənməsi və hətta bir sıra startaplara müəyyən büdcələr ayrılıbdır, onların inkişaf etdirilməsi istiqamətində və müəyyən qurumlar da bu sahədə maraqlıdır və tələbələrimizə dəstək göstərir. Bütün bu layihələrə nəzər yetirdikdə, yəni ümumi təəssüratımız çox yaxşıdır. Deyə bilər ki, gənclərimiz hər gün öz üzərində çalışırlar. Yeni layihələr irəli sürürlər, mövcud olan infrastrukturları da gücləndirməyə çalışırlar və biz də həmçinin dövlətimiz də, həmçinin də biz də Naxçıvan Muxtəlif Son Rəqəmsal İnkişaf Nəqliyyat Naziri onları dəstəkləyir. Daha yaxşı uğurlu startaplar da gələcəkdə yaxından maraqlanaraq onların inkişafına öz lazım olan dəstəklərimizi göstərəcəyik. Naxçıvan Dövlət Universitetində startap nədir təlimi həyata keçirilir? Mən düşünürəm ki, yəni innovasiya sahəsində irəliləyən tələbələr üçün həqiqətən çox yararlı bir təlim oldu. Çünki bir startapçı nə qədər məlumatları bilsə də, o sahədə həqiqətən professional olan birindən təlim görmək çox yararlıdır. Bu sahədə də təlimimizi aldıq. Mən düşünürəm ki, gələcək startaplarım üçün çox yararlı bir təlimdir. Bu layihələrin çıxarda bilməyimizdə əsas mühim rol bizə kömək olan, dəstək olan universitetimizdir. Hansı ki, innovasiya mərkəzi və təşkilatçılarımızdır ki, onlar sayəsində biz özümüzü inkişaf etdirə bilirik. Startup təliminin də sırf məqsədlərindən biri də o idi ki, xüsusilə seçilmiş tələbələr burada iştirak edirdi. Hansı ki, bu təlimlər vasitəsilə biz özümüzü daha da inkişaf etdirir. Hətta etdiyimiz layihələri startupa keçirib, gələcəkdə investisiya vasitəsilə onları həyata keçirməyi belə düşünürük. Düşünürəm ki, bu yolda və bu ixtisasda mən davam edəcəyəm və Randevu adlı aplikasiyamız bu yolda bizə böyük uğurlar qazandıracaq. Artıq 4 il ki, bu sahədə fəaliyyət göstərirəm. Sadəcə patentini aldığım layihələr deyil, bir sıra layihələrim var ki, sadəcə inkişaf dövründədir. Yəni, əlavə olaraq qeyd etmək istəyirəm ki, sadəcə startap yox, kiber təhlükəsizlik, web dizayn və bir sıra kompüter sahəsində fəaliyyət göstərirəm. Beləliklə, Startup School Naxçıvan layihəsi gənclərin ideyalarını inkişaf etdirmək və onları real layihə çevirmək baxımından mühüm platforma rolunu oynayır. Çağdaş Azərbaycan gənci olaraq inanırıq ki, bugün təqdim olunan layihələr gələcəyin uğurlu təşəbbüslərinin başlanğıcıdır. Növbəti görüşlərdə yenidən sizinlə olmaq ümidi ilə sağ olun, salamat qalın.